Xəzər Lənkəranın sabiq baş məşqçisi John Benjamin Toşak yaddaşını itirib. Bu barədə məlumatı onun oğlu Kamerin Toşak yayıb. Onun sözlərinə görə təcrübəli mütəxəssisə demensiya diaqnozu qoyulub. Bu dəhşətli xəstəlikdir. Əsasən qısa müddətli yaddaşa təsir edir. Demək olar ki, hər gün onunla danışıram və əgər günün ikinci yarısında söhbət etsək, səhər danışdığımızı xatırlamaya bilər. Yalnız Liverpooldakı günləri, Real Sociedad və ya Realla bağlı xatirələrini soruşanda hiss edirəm ki, detalları heyrətamiz dərəcədə dəqiq yadında saxlayıb. Toşak bildirib. Qeyd edək ki, Liverpoolda 100-dən çox oyun keçirmiş US millisinin heyətində 40 maçda iştirak etmiş John Benjamin Toşak məşqçi kimi Sporting, Real Sociedad, Real Deportiva, Beşiktaş kimi klublarda, həmçinin UEFA Şimali Makedoniya yığmalarında fəaliyyət göstərib. Son klubu İranda Traktor olan Toşak 2013-cü ildə ölkəmizdə Xəzər Lənkərana rəhbərlik edib.